kimdir? Göydən zaddan düşüb. Siz ilişdiniz nə deyə? Demişəm tursiklə çıxmayın da, çox özür istəyirəm. Ayıbdır da eləməyin də bunda, hər şeyimiz qalıb çöldə. Hər şeyimiz görsənir də, bəsdir də, abrımız var, həyamız var, sosial şəbəkəni açamırıq. Deyirsən ilişdin, ilişib, nə demişəm? Nə demişəm ilişib? Bir dənə deyin görüm, ilişmək sözü hardadır orada? Deyirəm, eybəcər görsənir də. Valla kim istə deyir, qəşəngsə, Quran haqqı eybəcərsiniz, biabırçı görsənirsiniz. Zamanında bunu Aygün Kazımova ilə də bağlı demişdi. Bugün xalq artisti belə çıxırsa, yerdə qalanlara neyniyəcək? Zamanında Aygün Kazımova onun yaşlılığını geymişdi. Eyni şey demişdim Aygün Kazımova ilə bağlı. Qardaşım, mən jurnalistəm, evdə qoyuram ortalığa. Mən daha çox kişiyəm, nəinki ər dediyiniz. Mən daha çox kişiyəm ər dediyinizdən. Quşları çox uçurtdu da. Quşbaz olmaq olar. Amma baxır hansı istiqamətə, neçə quşu uçuldursan da, o quşlar sonra sənə geri dönürmü, yoxsa azıb gedirmi, bu önəmli faktdır. O çox uçurtdu və ona görə də ona cavab verəcək o quşlara. Hamısına bir-bir cavab verəcək.